Sancaq Online kanalını izləyirsiniz. Ən son yenilikləri qaçırmamaq üçün kanalımıza abunə olun, videonu bəyənin və bildiriş butonunu aktiv edin. İndi isə keçək növbəti xəbərimizə. Müğənni Rəqsanə canlı yayım zamanı arzumla bağlı diqqət çəkən açıqlama verib. O izləyicilərə müraciət edərək arzumun bağışlanmasını istəyib. Bu çağırış canlı yayım izləyiciləri arasında geniş müzakirələrə səbəb olub və görüntülər qısa zamanda sosial şəbəkələrdə yayılıb. Həmin görüntüləri təqdim edirik. Akşam saat 8'de Mingəçevirdə Heydər Parkın önündəyik. İnsanlar bize yazırlar, soruşurlar. Mingəçevirdə Bəli. Xalq Bank'ın düz qarşısında dostlar. Xalq Bank Heydər Halk Əliyev Bank'ın karşısında olacaq. bəli. Sabah akşam İndi biz 8'de. burada şeydəyik, limandayıq. Limandayıq. Çox sağ olsun Rüfət bəy, dəyərli dostlarımız. Qonaqpərvərliklərini, bax biz Mingəçevirdə hal-hazırda indi bu andan etibarən qonaqpərvərlik hiss edirik. Bəli. Biz Yox, bəlkə də sağ Rəqsan olsun Rəşad dostumuz da, ona təşəkkür edirik. Panorama Kir dostumuz Bəli. buradadılar. Yəni bu günləri kim bizim diqqət göstərir, qayğı göstərir. Suli bloger buradadır. Suli salamlayırıq səni. Gəlmədin, gözün çıxsın. Suli məmnuniyyətlə səni qoşa bilərik bu yayıma, əgər istəsən. Qağlar uçmur. Babəkə bax, Babək səninlədir. Rəqsan amma bir dənə də söz deyirəm. Bəli. Sonra deyirlər ki, hə, Cavad Soydu Rəqsan xanımın komandasındadır deyə tərifləyir. Valla bu tərif deyil, bu reallıqdır. Mən bunu İbrahim Azəri dostumuz, Space TV-də dəyərli dostumuz var, İbrahim Azəri. Biz onun verişinə qonaq olanda mən bir söz vurğuladım. Və mən bunu deyəndə heç biz konsert haqqında tam qərarlaşdırmamışdıq. Naxçıvanın günü bəlli deyildi. Mən bir söz demişdim ki, Rəqsanə İsmailovanın Azərbaycana qayıtması və yenidən kimsə bizə şey göndərdi. Paxıllığa bax, spam atırlar səhifəyə. Yalan bilməkdə şeydə bu. Spam göndərdilər. Spam göndərdilər. Burada göndərdilər. Nə başım çıxmır, həqiqi niyə görə eləyirlər onu? Paxıllıqdır da, indi o paxıllıqlarını belə göstərir. Yalan demə. Yüz də süre eləyir. Çünki ya, estağfurullah. Çünki alqoritm Rəqsanə İsmailovanı tanıyır. Rəqsanə xanımın üzü kəşfiyyat üzüdür. Mən bunu deyərdim və marketinqlə məşğul olan insanlar mütləq şəkildə bu simanın qədrini bilin. Çünki bütün əgər 0-1 səhifədən götürün Rəqsanə xanımı paylaşın, kəşfiyyat garantisi 80%. Uzatmaq istəmirəm Rəqsanə xanım. Mən o sualı dedim, sözümü demişdim. Rəqsanə İsmailovanın səhnəyə qayıtması, zaten səhnədəyik. Azərbaycanda fəaliyyət göstərməyiniz bəzi xanım müğənniləri təzədən düşündürməyə vadar edir. Bugün kimlərsə sənətdən uzaq qalıbsa, bunun günahı Rəqsanə səhnəyə qayıtmağı da yoxsa yox. Bax, mən bir söz deyim. Əsl mənfi yorum oldu ya. Mən bir söz deyim. Mən düşünürəm ki, indən sonra mən 100 ildə oxumasam, nə bilim, bir 10 ildə oxumasam, mənim mahnılarım həmişə yaşayacaq, həmişə oxunacaq. Və mən bunu bu konsertlərimdə gördüm və hiss elədim. Çünki böyükdən kiçiyə, nə bilim, yaşlı təbəqə, orta təbəqə, bütün hamısı, bütün mənim mahnılarımı dillər əzbəri, ağızlarında, yəni ki, hansı mahnımı deyirəm, onlar məndən sətir və sətir əzbərdən oxuyurlar. Və ona görə demək istəyirəm ki, bizim vaxtımızda daha yaxşı idi, bizim vaxtımızda daha hörmətli idi. Hörmətli idi, müğənni hörmətli adı idi. Valla indi tanrıya kiməsə müğənni deməyə. Daha hər şey fərqli idi, daha başqa idi. Bu günlərim çox heyflər olsun ki, amma hər şey çox başqadır. Və mən burada bir mövzuya da toxunmaq istəyirəm. Suallar varsa oradan səsləndirə bilərik. Buyurun Rəqsan xanım, buyurun. Mən bir mövzuya da bir toxunmaq istəyirəm. Bir ana olaraq, bir qadın olaraq və həyatda bir çox çətinlikləri gördüyüm Hansı üçün mesajınızı oxuyaq, yazın oxuyaq. mən də istəyirəm ki, buradan arzuma bir dəstək göndərim. Və Allahdan onun bağlı qapılarının açılmağını istəyirəm. Bu günləri mən o bağlarını gördüm. Həqiqətən də ürəyim paramparça oldu. Yəni, nə gizlədim, açığını deyim. Allah o rəhmətə gedən ailəyə də səbir versin. Allah onlara da rəhmət eləsin. O balasına da rəhmət eləsin. O xəstə bacımıza da Allah şəfa versin. Amma belə bir şey var da, deyir ki, bağışlamaq biz əgər bəndənin hər səhvini Allah Taala bağışlayırsa bu günlərim, biz kimi ki Allahın qarşısında biz də bağışlamağı bacarmalıyıq. O körpələrin xatir, o autizm xəstəsi olan o körpə balaya xatir mən o valideynlərdən artıq dərəcədə xahiş edirəm ki,
bunu nəzərə alsınlar və o xanıma köməklik göstərsinlər. Heç bir qadına, heç bir kişiyə mən o yerləri arzulamıram. Ora insan yeri deyil. Bir dənə bunu qeyd edirəm. Və xahiş edirəm ki, artıq dərəcədə bir ana olaraq, bir bala olaraq, nə bilim, o xanıma dəstək olun, o balaların yanında olsun. Yəni, o balaların o anaya ehtiyacı var.